Neftçi 2 yeni mövsümün hazırlığını davam etdirir. İyulun 13-də təlim məşq toplanışına başlayan əvəzedici komandamız hazırlığın ilk mərhələsində fiziki, ikinci mərhələdə isə taktiki məşqlərə üstünlük verib. Ağqaralar 2026-27-ci illər mövsümündəki ilk rəsmi maçına 2 gündən sonra çıxacaq. Komandanın baş məşqçisi Rəşad Abdullayev hazırlıq mərhələsi, heyətdəki dəyişikliklər, yeni reqlament və ilk turdakı oyunla bağlı fikirlərini bildirib. Hazırlığımızı normal dəyərləndirirəm. Artıq 2 məşqimiz qalıb, son məşqimiz. İlk oyuna kimi Sumqayıtla oyuna hazırlaşırıq. Ondan əvvəl təlim məşq toplanışımız, ümumiyyətlə məşqlərimiz, yəni uşaqlar doğrudan öz məşqləri ilə, öz yanaşmaları ilə xoşuma gəldi. Həmişə olduğumuz kimi indi də yəni əsasən gənclərdən ibarət komanda qurucuq. Daha çox aşağıdan götürdüyümüz futbolçularımızdır. Neftçinin öz yetirmələri. Çalışırıq artıq onların üzərində o xarakteri düzəldək ki, komanda artıq əvəzedici komandaya uyğun bir futbol oynasın. Çünki həmişə biz çalışmışıq ki, Neftçi komandasının öz yetirmələrinə daha çox üstünlük verək. Və futbolçular da bizə biraz inam verir ki, onların üzərində işləmək olar. Çalışacaq ki, həmişə olduğu kimi xarakterli, mübariz bir komanda yaradaq, yəni meydançada döyüşkən bir Neftçi 2 görək. Valla mən həmişə tərəfdarı olmuşam ki, oyun sayı çox olsun. Keçən il 3 devrə idi, bu il bildiyimiz kimi 2 devrə oynayacaq, 22 oyun, fasilələrimiz çox olacaq. Maksimum dərəcədə çalışacaq ki, oyun sayı az olsa belə oyuncularımız daha çox oynasın. Bizim üçün də asan olardı ki, oyun sayı çox olsun. Futbolçular zaten oyunla böyüyürlər. Amma reqlament artıq müəyyənləşib, biz də çalışacaq ki, futbolçularımız daha çox oyun şansı qazansın. Bilirsiniz, ilk tur çox çətin olur. Səfərdə oynayacaq. Sumqayıt da həmişə bizə çətinlik yaradan komandadır. Səfərdəki oyun biraz da artıq komandamızdan məsuliyyət tələb edir. 2 məşqimiz qalıb, son 2 məşqimiz komandamızda o ciddiyyəti görürəm. Özləri ilə də danışırıq, ilk oyunun ağırlığını hiss eləsinlər. Çalışacaq ki, yaxşı bir oyun göstərək, lazımi xalla geri dönək. Çünki ilk turdur, o çətinlik ola bilər. Rəqib meydançasında həmişə Sumqayıt bizə qarşı yaxşı müqavimət göstərib. Yəni, çalışacaq komandamız yaxşı oyunla bizi sevindirsin. Həmçinin ötən mövsümü icarə əsasında Kəpəzdə keçirdikdən sonra geri qayıdan Elcan Əbilov və komandanın kapitanlarından olan Nihad Əliyev də Neftçi TV-yə müsahibə veriblər. Hazırlıq prosesi yaxşı keçdi. Xoşbəxtəm ki, yenidən öz komandamdayam. İnşallah hər şey mənim üçün də, komandam üçün də yaxşı olar. Hazırlıq prosesi, təlim məşq toplanışımız oldu, 1 həftə 10 günlük. Daha sonra taktiki məşqlərimizə başladıq. Təlim məşq toplanışında daha çox fiziki durumumuzu məşq elədik. İndi daha çox taktiki məşqlər edirik. Hazırlaşırıq Sumqayıtla oyunu. Mövsümlə bağlantı gözləntimiz yaxşıdır, yaxşı zbor keçdik. Hazırlaşırıq birinci dövrə Sumqayıtla oyun oynayacaq, birinci dövr. Yaşar müəllimin baş tapşırıqları ilə məşqlər davam edir, oyuncular gəncdir. Yaxşı hazırlıq gedir, inşallah gözləyir ki, birinci turu qələbə ilə başlayaq. Qeyd edək ki, Neftçi 2 yeni mövsümün ilk turunda Sumqayıtın əvəzedici komandasının qonağı olacaq. Sokar Polimer Arenanın ehtiyat meydançasında baş tutacaq oyun avqustun 21-i saat 17-də start götürəcək və Neftçi TV-də canlı yayımlanacaq.